Salam əziz şagirdlər, növbəti dərsimizdə xoş gördük hər birinizi. Quiz 3-cü suallarını izah edirəm. Başlayaq birinci sualdan. Daha sonra baş vermiş hadisələri müəyyənləşdirin. Deməli, bu hadisələr içərisində ən müasirini seçəcəksiniz, yəni ən sonda baş verəni. Burada ovçuluq insanların həyatda mühüm yer tutması ox və kamana görədir, daş dövrüdür. İnsanlar əkinçilə məşğul olmağa başlaması, maldarlıqla məşğul olmağa başlaması, ikisi də daş dövrünün ortalarıdır. Toxadan istifadənin başlaması da daş dövrüdür. Üzümçülüyün başlaması isə bu artıq tunc dövrüdür. Daha sonra baş vermişdir. Deməli, burada cavab D-dir. İkinci suala baxırıq. Atropatena dövlətinə aiddir. Deməli, burada paytaxtı Göyçə gölü yaxınlığında ola bilməz. Urmiya gölü yaxınlığındadır. Urmiya gölünün cənub deməli, şərqində yerləşir. Deyəlim ki, bu Urmiya gölüdür. Urmiya gölü üzürtü burada yerləşir, yəni cənub-qərbində yerləşir, cənub-şərqində yerləşir. Bunu da nəzərə alırıq və davam edirik. Deməli, bu cavab deyil. Araz çayından şimalda yerləşən torpaqlarda yaranması səhvdir. Cənubda yaranıb, cənubda və İskəndərə qarşı mübarizə apara bilməz və Manna ilə eyni dövrdə mövcud olmayıb. Çin və Hindistana gedən ticarət yolu üzərində yerləşirdi. Bəli, doğru cavab Y-dir. Davam edirik. Üçüncü sual uyğunluq gözlənilmişdir. İnsanlar ilk dəfə metalı kəşf etdilər tunc dövründə yanlış. Daş dövrünün sonunda misi kəşf etdilər. Ovçuluq yaranması. Deməli, ovçuluq yaranmışdı daş dövrünün ortalarında. Burada uyğunluq deməli gözlənilməyib. Daş dövrünün əvvəllərində yaranıb ovçuluq. Bu da səhvdir. Azı mağarası aiddir daş dövrünə. Oddan istifadə başlamışdı daş dövrünün əvvəllərində. Doğru cavab budur. İlk əmək alətləri mis dövründə yox, daş dövründə olub. Ona görə bu da səhvdir. Davam edirik. Dördüncü sual xış əkinçiliyi dövrünə aiddir. Yəni tunc dəmir dövrünə aiddir. Burada nə olacaq? Əkinçilikdə kanal və arxlardan istifadə, yəni süni suvarmanın yaranması. Digərləri daş dövrüdür. Manna dövlətinə aid deyil. Deməli, birinci yarısında eradan əvvəl birinci minin birinci yarısında yaranıb. Şimalda yaşayan tayfadan götürülməyib adı. Ona görə də Manna dövlətinə bu aid deyil. Digər ifadələr Manna dövlətinə aiddir. 6-cı suala baxırıq. Uyğunluq pozulmuşdur. Deməli, bağçılıq tunc dövründə yaranıb, pozulmayıb. Əkinçilik daş dövründə yaranıb. İlk yaşayış məskəni daş dövrünə aiddir. Məsələn, Azıq mağarası xışdan istifadə başlayıb. Tunc dövründə dəmirdən ilk əməliyyatları hazırlanıb, daş dövründə təbii ki, səhvdir. Dəmir dövrüdür və daş dövründə təbii ki, mis var. Daş dövrünün sonunda hələ misdən sonra tunc, sonra dəmir gəlir. Ona görə də əlbəttə ki, burada uyğunluq pozulub. Davam edirik 7-ci sual. Qədim Albaniya dövlətinə aiddir. Qədim Albaniya deyirsə, eramızdan əvvəl 4-cü əsrdən eramızın 3-cü əsrinə qədər olan hadisələr olmalıdır və məsələn, ərəblərin 8-ci əsrdə Albaniyanın süquta uğratmasının buna aidiyyəti yoxdur. Yerli pullardan istifadə edilib, Atropatena ilə mövcud olub eyni dövrdə. Şimalda Atropatena ilə həmsərhəd olmayıb, cənubda olub. Elə doğru cavab budur. İstiqamət səhv verilib. Digər ifadələr də doğrudur. 8-ci sual Atropatena və Albaniya dövlətlərinə aid oxşarlıq. Cənubda yaranmaq Atropatenaya aiddir. Birinci yarısında heç biri yoxdur. İskəndərə qarşı heç bir mübarizə aparmayıb. Qədim dövrdə Romalıların hücumuna məruz qalıb hər ikisi bəli oxşarlıqdır. Eradan əvvəl birinci min sonlarını süquta uğraya bilməzlər. Çünki ən azından Albaniya bilirsiniz ki, 8-ci əsrə qədər mövcud olub. Davam edirik. 9-cu sual Albaniya dövlətinə aid deyil. Yenə Ərəb xilafətinin hücumuna məruz qalıb. Roma dövlətinə qarşı mübarizə aparıb. Qədim dövrdə şimalda yaranıb. Roma dövləti ilə sülh bağlayıb. Əlbəttə ki, bütün Azərbaycanı əhatə edə bilməz. Sadəcə şimal torpaqlarımızı əhatə edirdi Albaniya dövləti. Daha sonra olmuşdur. İnsanlar odu əldə etmək bu daş dövrünün əvvəlləridir. İlk metalın kəşf edilməsi daş dövrünün sonudur. Bağçılıq tunc dövrüdür, ox və kamanda daş dövrüdür, toxadan istifadəyə başlamaq da daş dövrüdür, bunlar daş dövrüdür. Amma biz anlamalıyıq ki, burada ilk olan hansıdır? Əlbəttə ki, insanların odu əldə etməsi ona görə A-nı götürür. Daha doğrusu səhv getdi, daha sonra istəyir. Daha sonra olduğuna görə də daş dövrlərini çıxırıq. Burada daha sonra olan bağçılıqdır, çünki tunc dövrüdür. Ona görə də cavab burada C-dir. Davam edirik 11-ci sualına. Manna hökmdarı İranzuya aid deyil. Aid deyil. Yad ellərə qarşı mübarizə aparıb, ölkənin vilayətlərini birləşdirib, mərkəzi hakimiyyəti gücləndirib, onun dövründə dövlət güclü və inkişaf etmiş olub, ölkə ərazisini işğalçılardan da azad edib, Aşurla ittifaq bağlayaraq Urartun tutduğu torpaqları geri qaytarıb. Və təbii ki, İzirtunu paytaxt seçə bilməz, çünki onu ilk hökmdar eləyib və biz nə dedik? İranzu ilk hökmdar deyil. Mannanın, yəni. 12-ci sual qədim dövrdə Azərbaycanda qəbilə nədir? Qəbilə qan qoxumu olan insanların birliyidir. Ona görə də biz nəyə götürəcəyik? Qohumluq əlaqələri olan insanların birliyi. Davam edirik 13-cü sual. Albaniya dövləti Atropatena dövlətindən fərqli olaraq Albaniyanı istəyir. Atropatenadan fərqlənsin. Azərbaycanın cənub torpaqlarında yox,
şimalda yaranıb, bütün Azərbaycanı heç biri birləşdirməyib. Roma dövlətinə qarşı ikisi də mübarizə aparıb, qədim dövlət ikisi də daha gec süqut etmişdi. Bəli, bu fərqdir. Çünki Albaniya 8-ci əsrə qədər mövcud olub, Atropatena isə 3-cü əsrdə süqut edib. 14-cü sual Atropatena dövlətinin hökmdarı, Manna hökmdarı İranzudan fərqli cəhəti. Yəni hökmdar Atropatdan gedir söhbət. Dolayısıyla İskəndərə qarşı mübarizə apara bilməz. Çünki onda hakim idi. Yeni dövlətin əsasını qoyub. Doğru cavab budur. 15-ci suala gəlirik. Qədim dövrdə insanların əkinçilikdə xışdan istifadə etməsinin nəticəsi, xışdan istifadə nəticəsi əlbəttə ki, nə olacaq? Əkin sahələri genişləndi, məhsuldarlıq artdı və beləliklə insanlar özlərini qida ilə daha yaxşı təmin etdi. 16-cı suala baxırıq. Daş dövrünün sonlarında insanlar ilk dəfə metalla tanış oldu, yəni mislə. Davam edirik ki, burada 17-ci suala gəlirik. Albaniya dövlətinin ilk paytaxtını müəyyən edin. Qəbələ 4-dür, bunu artıq bilirsiniz. 5 Şamaxıdır, 3 Şəkidir, 1 Bərdədir, 2 də Gəncə şəhəridir. Davam edirik. 18-ci sual. Hadisələrdən neçəsi Albaniya, neçəsi Atropatena tarixinə aiddir? Deməli, baxaq. Ərəb xilafət tərəfindən varlığına son qoyulmuşdu. Bu Albaniya. İlk paytaxtı Kür çayının şimalda yerləşirdi. Bu da Albaniya. İberiya ilə həmsərhəd olan Yeni Albaniya. Eradan əvvəl 1-ci min ilin birinci yarısında heç birinin aidiyyatı yoxdur. Bu Mannaya aiddir. Romalılara mübarizə aparıb həm Albaniya, həm də Atropatena. Deməli, Albaniyaya aid 4 dənə, Atropatena aid 1 dənə ifadə var. Ona görə cavab burada D-dir. Gəldik 19-cu suala. Hadisə nəticə əlaqələrini düzgün tapın. Metal alətlərin tətbiqi nəticəsində təsərrüfat daha da inkişaf etdimi? Bəli. Həm tunc, həm dəmir dövründə xüsusilə dəmirin kəşfi, o da bir metaldır, təsərrüfat daha da inkişaf etdi. Yəni hadisə nəticə düzgün qurulub, hadisə nəticə əlaqələri. İnsanların ovçuluq və yığıcılıqla məşğul olmağa başlanması nəticəsində insanlar oturaq həyata keçdi? Xeyr. İstehsal təsərrüfatının yarınması nəticəsində, yəni ki, əkinçilik və maldarlığın səhvdir. İstehsal təsərrüfatının yaranması nəticəsində təbiətdən asılılığımız artdımı, yoxsa azaldımı? Əlbəttə ki, azaldı. Ona görə bu da səhvdir. Süni suvarmanın istifadə olunması nəticəsində Tunc dövründə əkinçilik inkişaf etdimi? Bəli. Deməli, 1 ilə 4 doğru hadisə nəticə əlaqələri verilib, 1 ilə 4-də. E cavabı doğru cavab. Davam edirik. 20-ci sual. Eramızın əvvəllərində, eramızın əvvəlləri 1, 2, 3-cü əsrlər nəzərdə tutulur. Eramızdan əvvəllə qarışdırmırıq. Atropat deyə bir şey yox, İskəndər yox, iç tayfalar qəti yox, iç tayfalar Tunc dövründən başlayır. İlk dəfə vahid dövlət yox, təbii ki, Qəbələ paytaxt olaraq varlığını qoruyub saxlayırdı. Davam edirik. 21-ci sual. Albaniya Atropatena dövlətinə aid olan xüsusiyyət onları Manna dövlətindən fərqləndirir. Hansı xüsusiyyət onları? Yəni bu Albaniya Atropatena aid oxşarlıqdır ki, onu Mannadan ayırsın. Hansı oxşarlıq? Mannadan ayırsın, fərqləndirsin. Qədim dövrdə əsasın qoyulması üçünə də aiddir. Birləşdirmək heç birinə aiddir. Ərəb işğallarına məruz qalmaq Albaniyaya aiddir. Aşur dövləti ilə ittifaqa girmək, deməli, bu ancaq Mannaya aiddir. Yəni Mannanın Albaniya Atropatenadan fərqidir. Və cavab Y-dir. Bəli, Parfiya dövləti ilə eyni dövrdə mövcud olmaq Albaniya və Atropatenanın ortaq xüsusiyyətidir ki, buna görə Mannadan fərqlənirlər. Davam edirik. 22-ci sual açıq suallara keçirik. Azıq mağarasına aşkar edilmişdir. Təbii ki, daş əmək alətləri, ocaq izləri, ox ola bilməz, toxa ola bilməz, müxtəlif maddi mənbələr. Əlbəttə ki, bunlar hamısı eyni zamanda müxtəlif maddi mənbələrdir. Burada biraz belə getdik, səhv oldu. 1, 2 və 5. 3, 4 səhvdir. Davam edirik. 23-cü sual. Atropatena dövləti Mannadan fərqli olaraq, Atropatena Mannadan fərqli olaraq Albaniya dövləti ilə həmsərhəd olmuşdu. Bəli. Şimal sərhədləri Dərbəndə qədər çata bilməz. Türk mənşəli dövlətdə hər ikisi Roma dövlətinin yürüşünə məruz qalmışdı və İskəndərin yürüşünə məruz qala bilməz. Çünki İskəndər öləndən sonra yaranıb Atropatena. Burada cavab 1 və 4-dür. Davam edirik. 24-cü sual. Səhv fikirlərin verildiyi bəndləri müəyyən edin. Atropatena dövləti yaranmışdı Göyçə gölü ətrafında. Səhvdir. Urmiya gölü ətrafında. Aşura qarşı İranzu müttəfiqi idi Urartu. Aşura qarşı İranzunun müttəfiqi idi Urartu. Tam tərsinə. Urartuya qarşı İranzu Aşurla ittifaq bağlamışdı. Yəni burada cümlə belə olmalıdır. Urartuya qarşı İranzunun müttəfiqi idi Aşur. Yəni yerlər səhv verilib. Ona görə də bu da səhv fikirdir. Azərbaycandakı tayfalar Atropatın başçılığı ilə İskəndərə qarşı döyüşmüşdü. Eradan əvvəl 4-cü əsrdə. Əlbəttə bu doğrudur. Manna vilayəti haqqında məlumatlar verilmişdi Aşur hökmdarlarının yazılı kitabəsində. Məsələn, Subi vilayəti haqqında bunu bilirsiniz. Və 25-ci sual. Albaniya dövlətinin qədim dövr tarixinə aid deyil. Qədim dövr tarixinə aid olmasın. Deməli, Azərbaycanın şimal torpaqlarına meydana gəlmək aiddir. Şimal sərhədlərinin Araz çayına çatması aid deyil və Roma dövlətinə qarşı mübarizə aiddir.
Azərbaycan bütün torpaqlarını əhatə etməsi aid deyil. Ərəblərin hücumuna məruz qalması da qədim dövrə aid deyil. Albaniyaya aid olsa da. Deməli 2, 4 və 5 olmalıdır. Beləliklə, əziz şagirdlər, bu dərsimizin də sonuna çatdıq. Növbəti dərslərimizdə, sınaqlarımızda görüşənə qədər bazar günü keçiriləcək imtahanda da hər birinizə uğurlar arzu edirəm. Sağ olun, salamat qalın.